İnsan kiçik bir aləm olduğu kimi, aləm dahi böyük bir insandır. Yəni nə deyilmək istənir? Fikir vermişiksə, insan həqiqətində sanki kainatın kiçik bir nümunəsi surətindədir. Məsələn, diqqət etsək, qəzəblənməyimiz göy gurultusuna, qəzəblənəndən sonra bədənimizin müxtəlif yerlərində ortaya çıxan damarlar eyni göy gurultusunun ardından ortaya çıxan ildırıma bənzəyir. Və ya ağlamamışdan qabaq gözümüzün dolmağı buludların su ilə dolmağına, gözümüz dolandan sonra ağlamağımız isə eyni buludların dolandan sonra yağış yağmasının eynisidir. Məsələn, duzlu göz yaşlarımız duzlu dənizlərdən xəbər verir. Ayrıca gözlərimizin birbaşa göydə olan nebulalara oxşamasından tut, kainatın quruluşunun bizim birbaşa beyin hüceyrələrimizin quruluşuna bənzəməsi kimi, əlimizin üzərindəki izlərin və ya bədənimizin müxtəlif yerində olan çatlaqların quru torpağa bənzəməsi kimi, insanın üzünün ləkə düşməsinin və ya səpməsinin planetlərin üzlərindəki ləkələrə bənzəməsi kimi, cüt nebula insan DNA-sına, barmaq izimiz ağac kötüklərinə, külək vurduqca dalğalanan saçlarımız dalğalanan otlara, budaqlanıb axan qan damarlarımız budaqlanıb axan çaylara, qocaldıqca üzümüzün qırışmağı kiçik təpələrə və s. kimi saya bilməyəcəyimiz minlərlə örnək. Həqiqətən biz insanı ən gözəl şəkildə yaratdıq. Əgər bu təfəkkür ilə dünyaya baxa bilsək, anlayacaq ki, həyat sadəcə iş, oyun, əyləncədən ibarət deyil. Şuurlu bir canlı olaraq öyrənməli və üzərində düşünməli olduğumuz çox mənalar var. Nə bu qüsursuz kainat boşu-boşuna yaradılıb, nə də insana şuur elə belə verilib.